Mənə bu idmana başlamağa ilk dəfə Gültəkin Şirinovan məşq çıxışlarını izlədim və ondan ilhamlanaraq sərbəst güləşə başladım. Asiya uşaqlar oyunlarında 3-cü yer nailiyyətim var. Avropa 15 yaşlar arasında Avropa ikincisiyəm. Məktəblərin dünya çempionatında isə 2-ci yer. Gələcəkdə güləşdə inşallah Avropa dünya çempionu, ən sonda isə ən böyük arzum Olimpiya çempionu olmaq. Güləşə başladıqdan sonra həyatımda əzmkarlıq, disiplin, özgüvən, əzmkarlıq hissləri özümdə hiss elədim. Çətinliklər odur ki, ilk dəfə başlayanda ətraf mühitdən baskılar olurdu, qız uşağı, idman. Ən çox atam dəstək oldu mənə. Atam arxamda durdu. Daha sonra isə öz fikrim bu yoldaydı. Yəni, özüm istəyirəmsə, ətraf sevirən dedikləri insana maraqlı oldu. Qızların güləşə gəlməsi, yəni bu yol tam fərqli bir yoldur. Özgüvən, dediyim kimi disiplin, əzmkarlıq tələb edir. Yəni mən də istəyərdim ki, qızlarımızın əgər bacarıqları, həvəsləri varsa, bu yolun arxasıca keçsinlər. Güləşə başlamaq istəyən qızları, dediyim kimi əgər həvəsləri varsa, bacarıqları varsa, yəni bu idman növü ilə tanış olsunlar. Yəni onlar da bu idman növündə sözlərini deyə bilərlər. Onları güləşə dəvət edirəm. Asan iş deyil. Yəni hər işin çətinliyi olur. Bu yolda göründüyü qədər asan deyil. Amma əziyyət tələb edir, çalışqanlıq tələb edir. Onları bacardıqdan sonra yəni istədikləri nəticəni, istədikləri nailiyyəti verə bilərlər.